Ənkəbut surəsi 8-ci ayə deyir ki, biz insana, ata-anasına baxışlıq eləməyi tövsiyə elədik və dedik, əgər anan, atan bilmədiyin bir şeyi mənə şərik qoşmağa vadar eləsələr, onlara itaət eləmə. Yaxşılıq elə, birdən onun əmri Allahın əmri ilə zidd olsa, itaət eləmə. İbn-i Şəhralşub deyir ki, bir gün İmam Hüseyin əleyhissalam Abdullah İbn-i Əmrasın yanından keçirdi. Abdullahın ətrafında bir neçə nəfər oturmuşdu. Abdullah onlara dedi ki, hər kim yer üzündə səma əhlinə ən sevimli olanını görmək istəyirsə, bu şəxsə İmam Hüseynə baxsın. Lakin mən özüm Siffin müharibəsindən sonra onu danışdırmıram. Əbu Səid Xidri tutdu və Abdullahın əlindən gətirdi İmam Hüseynin yanına. Dedi, yəbnə Rasulullah, ay Peyğəmbərin övladı, bu adam sənin haqqında hər kim yer üzünə səma əhlinə ən sevimli olanını görmək istəyirsə, bu şəxsə baxsın. Həzrət buna baxdı, dedi ki, ey Abdullah, sən deyirsən ki, səma əhlinsində ən sevimli insan mənəm, dedi ki, bəli. Dedi, bəs atama niyə nifrət edirsən? And olsun Allaha, atam əli məndən də yaxşı idi. Bəs onda nə üçün ona qarşı qılınc çəkdin? Abdullah dedi ki, üzr istəyirəm. Mənə Siffində döyüşməyi atam əmr eləmişdi və mən gərək atamın əmrinə itaət eləyərdim. Həzrət buyurdu bu ayəni. Dedi ki, əgər atan, anan bilmədiyin bir şeyi mənə şərik qoşmağa vadar eləsələr, onlara itaət eləmə. Onun əmri Allahın əmrinə zidd idi. Orada sən də atına itaət eləməməliydin.